Salam, hər vaxtınız xeyir. Mən coğrafiya müəllimi Elnur müəllim. Bu gün də son günlərdə mənlə, eləcə də daha çox şagirdlər arasında sual olunan bir mövzu var ki, daha çox hansı mövzulardan sual nümunələri ola bilər? Necə edək ki, daha yüksək bal toplayaq? Bəzi şagirdlər bildirir ki, biz alt qrup olaraq coğrafiyanı seçmişik, yanlışlıqla coğrafiyanı seçmişik. Necə edək ki, imtahana 15 gün qalıb ən azı 10, 15 və əgər məsələn bazası olan şagirdlərimiz varsa daha yüksək nəticə toplamaq arzusundadır. Yəni ümumi şəkildə necə edək ki, imtahanda yüksək bal toplayaq mövzusuna deməli bu video ilə yəni son qoymağa çalışacağam. Çalışacağam ki, sizə bu video ilə köməklik edim. Daha çox nələrə diqqət etməliyik, hansı mövzulara diqqət etməliyik. Bu videoda ümumi yəni bu günə qədər təşkil olunan qəbul imtahanlarında olan sual nümunələrinə, eləcə də illərlə bu qəbul imtahanlarına iştirak edən şagirdlərin və onların qarşılaşdıqları sual nümunələri ilə deməli bu mövzuya toxunacağıq. Vaxt itirmədən keçək videoya ki, keçək deməli videomuza ki, daha çox zamanı daha uzun müddətli video olmasın. Deməli, birinci onu bildirək ki, bütün illər ərzində ən çox yer alan bölmələr. Bütün illər ərzində ən çox yer alan bölmələrdə birinci sırada birmənalı şəkildə Azərbaycan Respublikasının coğrafiyası gəlir. Yəni, Azərbaycan Respublikasının coğrafiyasından hər il 9-11 aralığı, yəni ən aşağı 9, ən çox 11 sual və daha çox, bəzən çox az hallarda az sual nümunəsi ilə rastlaşarıq. Bəzən əlaqəli şəkildə deməli daha çox sual nümunəsi ilə də rast gəlmiş olurum. Yəni Azərbaycan Respublikasının coğrafiyası dedikdə, burada Azərbaycan Respublikasının fiziki coğrafiyası və eləcə də iqtisadi coğrafiyası bölmələrini aid edə bilərik. Burada yəni fiziki coğrafiya deyəndə Azərbaycan Respublikasının deməli relyefdir, geoloji quruluşu, eləcə də dağları və düzənlikləri ilə əlaqədar sual nümunələri daha çox yer almış olur. Respublikamız ərazisində yayılan faydalı qazıntılar, süxurlar və eyni zamanda bunlarla əlaqəli inteqrasiya edilmiş suallı nümunələri də daha çox qarşılaşdığımız suallardandır. Yəni iqtisadi coğrafiyası dedikdə isə burada Azərbaycan Respublikasının iqtisadi coğrafi rayonları, eləcə də yəni son bir neçə il əvvəl İkinci Qarabağ müharibəsindən sonra iqtisadi coğrafi rayonlarımıza edilən dəyişikliklərə əsasən rayonlarımızın xəritə üzərində göstərilməsi, eyni zamanda burada əlaqəli şəkildə nəqliyyat yollarının hansı iqtisadi rayonlarımızın ərazisindən keçməsi, onların bir-biri ilə sərhəddə olması, hansı iqtisadi rayonlarımızda hansı deməli sənaye sahələrinin daha geniş yer alması bu tip sual nümunələrinin içərisində geniş yer alır. Daha sonra daha nəhəng bölməmiz olan hidrosfer bölməsidir ki, bildiyiniz kimi hidrosfer olduqca coğrafiyanın böyük bir bölməsidir. Yəni hər il demək olar ki, biz hidrosfer bölməsindən sual nümunələri ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda rast gəlirik. Yəni burada çaylardır, göllərdir, eyni zamanda onların çayların yerləşdiyi, çayların keçdiyi ölkələrdir, iqlim qurşaqlarıdır, daha sonra göllərdir, sərhəd göllərdir. Onların deməli çayların qidalanma mənbəyinə görə bir-birlərindən fərqləndirilməsi, yəni bu tip suallar, eləcə də Xəzər dənizi ilə bağlı suallar bir neçə il ara fasilələrlə rastlaşdığımız sual nümunələrindəndir. Və daha sonra dünyanın iqtisadi coğrafiyası. Burada hər bir qeyd etdiyim deməli bölmənin qarşısında mötərizədə yazılan 9, 11, 3, 5, 4, 6 yəni buradan ən az və ən çox qarşılaşa biləcəyimiz sual sayını göstərir və bunlar nisbi şəkildə qeyd edildiyini yadda saxlayın. Bundan sonra deyirik ki, dünyanın iqtisadi coğrafiyası 4-6 sual nümunəsidir. Yəni 6-dan çox 4-dən az da rast gələ bilərik. Ümumi şəkildə 4-6 sual nümunəsi ilə qarşılaşa bilərik. Dünyanın iqtisadi coğrafiyası dedikdə, burada əsas olaraq dünyanın emal edici və
hasilat sənayesi bölmələrini diqqətlə oxumaqda böyük fayda vardır. Çünki bu bölmələr olduqca böyük bölmələrdir. Bu bölmələrdən hər il biz sual nümunələri ilə rastlaşırıq. Burada eyni zamanda məsələn burada nəqliyyat yollarıdır. Eyni zamanda iqtisadi coğrafiyası ilə əlaqədar olaraq hasil olunan faydalı qazıntıların daşınma istiqamətidir. Hansı ölkələrin deməli hansı iqtisadi sənaye sahələri ilə məşğul olmaları, daha çox nələrlə təmsil olunmaları burada əsas fakt kimi öz yerini almaqdadır. Yəni iqtisadi coğrafiya sahəsindən də, dünyanın iqtisadi coğrafiyasından da daha çox bu sual nümunələrlə iki ölkənin oxşar və fərqli xüsusiyyətləri bizdən soruşula bilər. Hər hansı ölkələrin xüsusiyyətləri verilə bilər. Eyler-Venn diaqramı ilə də bu suallarla qarşılaşa bilərsiniz. Daha sonra dünyanın fiziki coğrafiyası. Dünyanın fiziki coğrafiyası da eyni ilə Azərbaycanda həm iqtisadi, həm fiziki qeyd etdiyimiz kimi, dünyada da iqtisadi və fiziki coğrafiya bölmələrindən daha çox sual nümunəsini üzləşirik. Burada yəni 2, 4 və ya daha çox, daha az sual nümunəsi ilə də rast gəlməyimiz mümkündür. Yəni dünyanın fiziki coğrafiyası dedikdə, yəni dünyanın dağları, düzənlikləri, onların iqlimə təsiri, ümumi şəkildə yəni fiziki coğrafiya ilə əlaqəli olan digər sual nümunələrinə rast gəlməyimiz daha çox labüddür və mümkündür. Daha sonra deyirik ki, litosfer və biosfer bölmələri. Litosfer və biosfer bölmələrindən də ən az bir sualın gəlməsi gözləniləndi və hər il bu litosfer və biosfer bölmələrindən suallar salınır. Eləcə də, yəni biosfer dedikdə Azərbaycanın torpaq bitki örtüyü, landşaftı ilə əlaqədar sualları da biz tez-tez qarşılaşdığımız sual nümunələri içərisindədir. Yəni litosfer dedikdə burada litosfer tavalarının hərəkət istiqamətləri, süxurların yayılma istiqaməti və bu kimi digər sual nümunələri ilə tez-tez rastlaşırıq. Biosfer dedikdə isə burada bilirsiniz, biosfer yeni canlılar yaşayan təbəqəsidir. Burada da yenə qeyd edirəm, burada cədvəl şəklində suallar illər boyunca daha çox rast gəlirik. Məsələn, iqlim, torpaq, bununla əlaqəli olan landşaft, eyni zamanda heyvanat aləmi, bitkisi bir cədvəl şəklində, yəni uyğunluğun tapılması üçün ardıcıl şəkildə göstərilərək bizə tapılması verilən tapşırıqlar içərisindədir. Qeyd. Bəzən qəbul imtahanlarında az rast gəlinən sual nömrəsi türk dünyası. Bildiyiniz kimi ötən il Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında türk dünyası ilə bağlı sual nümunəsi yer almışdır. Amma ondan əvvəlki türk dünyası ilə bağlı sual nümunəsi yox idi. Yəni ola bilər ki, bu illərin olmasın və yaxud təkrar şəkildə salınsın. Amma ümumi şəkildə burada o fikrimi bildirə bilərəm ki, sizlərə, yəni birbaşa konkret şəkildə türk dünyası ilə əlaqədar sual düşməsə də, bununla əlaqəli sual nümunələrinə də rast gəlinməsi, yəni daha çox burada türk dünyası ərazisində yerləşən hidroloji obyektlər, çaylar, göllər kimi, yəni bu tipdə inteqrasiya edilmiş suallara rast gəlməyimiz mümkündür. Və ümumi şəkildə rast gələcəyimiz bölmələri sizinlə qeyd etdik. Daha sonra bizi qəbulda nələr gözləyir? Bir mənalı şəkildə biz bilməliyik ki, bizi qəbulda daha çox digər bir yəni qəbul imtahanının parçası olan məsələlər, yəni uzun illər boyunca bütün qəbullarda yer alan məsələlər bizim qarşılaşacağımız tapşırıqlar içərisində olacaqdır. İndi isə məsələlərə diqqət edək. Görək bizi hansı məsələlər gözləyir. Bunlardan biri günəş şüalarının düşmə bucağı məsələsidir ki, olduqca aktual məsələlər içərisindədir və demək olar hər il, yəni bir il, 2 il fasilə ilə, yəni günəş şüalarının düşmə bucağı ilə bağlı məsələlərə rast gəlinir. Və bu məsələlər içərisində daha çox son dönəmlər müəllimlərin işə qəbulu imtahanında, eləcə də abituriyentlər üçün bir qədər çaşdırıcı, çətin tipli məsələ kimi görünən, yəni məsələn 20 dərəcə şimal elliyinə günəş şüaları
40 dərəcə buzaq altında düşür. Məsələn, 20 dərəcəli paraleldə yerləşən dağın şimala meyilliyi 10,5 dərəcədir. Bu dağın deməli zirvəsinə günəş şüaları neçə dərəcə buzaq altında düşər? Yəni burada düzənliyin və dağın meyilli olmasının verilməsi tipli məsələlər bu məsələlərin bir qədər deməli çətinləşdirilmiş versiyası kimi daha çox sual nümunələri içərisində yer alır. Əhali məsələləri daha çox şagirdlərin əziyyət çəkdiyi, çətinlik çəkdiyi məsələ tiplərindəndir. Əhali məsələləri, yəni əhali məsələləri e, yəni daha çox bəzən şagirdlər tərəfindən anlaşıqlı olması, yəni qavranması bir qədər çətin olan, bəzi şagirdlərin çox çətinlik çəkdiyi məsələ tipləri içərisindədir. Ona görə də bəzən əhali məsələlərinə də üstünlük verilir ki, yəni bu istər günəş şüalarının düşmə bucağı olsun, istər də əhali məsələləri bir qədər qarışıq məsələ tiplərinə aid olduğu üçün bu məsələlərə də tez-tez yer alır və bu il qəbul imtahanlarında da gözlənilən məsələ tipli tapşırıqlar içərisində yer alması mümkün olan tapşırığımızdır. Və sonra gəlir çay məsələsi. Uzun illər, yəni fasilələrlə çay məsələlərinə tez-tez rast gəlinir. Yəni burada da çayın yəni sıxlığıdır, sonra su sərfidir. Bu tip deməli məsələlər tapılması olan tapşırıqlar tez-tez Dövlət İmtahan Mərkəzi tərəfindən şagirdlərin tapşırıq olaraq həll edilməsi üçün deməli təqdim etdiyi tapşırıqlar içərisində yer alır. Daha sonra saat qurşağı məsələlərini qeyd etməliyik biz. Saat qurşağı məsələlərdə olduqca, yenə dediyim kimi, əhali məsələləri kimi saat qurşağı məsələləri də bir qədər şagirdləri çaşdıran məsələ tipləri içərisindədir. Ən çox da qarşılaşdığım o olub ki, şagirdlər deməli tarix dəyişmə meridianı 180 dərəcəli meridian üzərində, məsələn, şərqində və qərbində verilən məntəqələr arasındakı saat fərqinin tapılması zamanı daha çox yanlışlara yol verirlər. Çünki burada tarix dəyişmə meridianıdır. Burada gün fərqinin məsələnin şərtindən asılı olaraq dəyişməsinə diqqət yetirmək lazımdır ki, məsələnin həllini doğru yerinə yetirək. Daha sonra azimut və istiqamətin tapılmasını qeyd edəcəm ki, azimut və istiqamətin tapılması bildiyiniz kimi bir çox illərdə qəbul imtahanlarında şagirdlərin qarşılaşdığı sual nümunələri içərisindədir. Azimut və istiqamətin tapılması, yəni burada səyyahın daha çox şərt bu şəkildə olur ki, səyyah müəyyən bir istiqamətlə hərəkət edir. Daha sonra 270 azimutla, 90 azimutla hərəkət edir. Başladığı məntəqəyə necə qayıda bilər və yaxud qütb ulduzu onun solundadır, sağındadır. Yəni istiqamət məsələləri içərisində bu tip məsələlərə də rast gəlinir. Daha sonra burada qeyd etmişəm ki, az halda qarşılaşa biləcəyimiz məsələ tipləri i-nin tapılması və üdümü və ümumidir. İ, yəni çox uzun zamandır qarşılaşmadığımız bir məsələ nümunəsidir. İnsan inkişaf indeksinin tapılması müəyyən düstura əsaslanır. Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi də bunu bildiyi üçün daha çox bu məsələlərdən yan keçir. Əhali məsələləridir, günəş şüalarının düşmə bucağının tapılmasıdır məsələləridir ki, bu məsələlərə üstünlük verir. Bu ən çox da müəllimlərin işə qəbulu imtahan mərhələsində geniş şəkildə istifadə olunur. Yəni i-dən qaçılır ki, bu düstura əsaslanan bir şeydir. Yəni hər şey düstura uyğun yerinə yazılaraq tapılır və buna üstünlük verilmir. Ümumdaxili məhsul və ümummilli məhsul buna bir qədər sonra bir də vurğulayacağam bu deməli məsələ həllinə. Deməli ümumdaxili məhsul və ümummilli məhsulun tapılması olduqca asan həll yoluna malik olan bir məsələ nümunəsidir və bəzən müxtəlif illərdə bu məsələ nümunələri ilə qarşılaşırıq. Hətta yəni keçdiyimiz il müəllimlərin işə qəbulu üzrə imtahan mərhələsində də bu məsələ nümunəsinə rast gəlinib. Yəni bunu o səbəbdən bildirirəm ki, yəni orada bir qədər çətin nümunəsinə rast gəlinir. Amma yəni burada ümumdaxili məhsul və ümummilli məhsulun sırf abituriyentlər, şagirdlər üçün bir qədər asanlaşdırılmış versiyasından istifadə oluna bilər. Yəni bu ümumdaxili və ümummilli məhsulun düşmə ehtimalı insan inkişaf indeksinin düşmə məsələsinin düşmə ehtimalından daha yüksək və daha böyükdür deyə qeyd etməyimizdə fayda vardır. Deməli, bundan sonra biz qeyd edəcəyik ki,
deməli situasiya tipli çalışmalarda, tapşırıqlarda bizi daha çox nələr gözləyir və bu məsələlər hansılardır? Bunlara bir-bir vurğulayacaq. Bunların içərisində birinci qeyd etməli olduğumuz yenə də çay məsələsidir. Yəni keçdiyimiz illərdə məsələn çay məsələlərinə çox geniş yer verilir. Burada yəni çayın düşməsi ilə əlaqədar əlaqələndirilmiş digər məsələlərdir, sıxlığıdır, sonra su sərfidir. Bu tip məsələlərə də yer verilməkdədir. Sonra günəş şüalarının düşmə budağıdır. Yenə dediyim kimi orada dağın zirvəsinin və düzənliyin meyilli olması, buna uyğun günəş şüalarının düşməsi, əlaqəli məsələlərin verilməsi kimi məsələlərə rast gəlməyimiz mümkündür. Məsələn, bəzən verilə bilər ki, şərtdə günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərqin 47 dərəcə olduğu düzənlik, dağ və ya zirvə üçün uyğun olan əlamətləri tapın. Bilin ki, bu dağ zirvə mülayim işıqlanma qurşağında yerləşir. Yəni 23,5 şimal tropiki və ya cənub tropiki ilə 66,5 dərəcə qütb dairəsi, yəni cənub qütb dairəsi və ya şimal qütb dairəsi arasında yerləşən məntəqədir. Yəni bunu da imtahan öncəsi yaddaşınızda saxlamaqda fayda var. Saat qurşağı məsələsidir. Yenə dediyim kimi 180 dərəcə tarix dəyişmə meridianına əsasən gün fərqinin qeydə alınması, bəzən gün fərqinin olması, bəzən olmaması, şagirdlərin bu variantlar arasında qalması situativ məsələlərdə daha çox yer alır. Bir də ümumdaxili məhsul və ümummilli məhsul. Hə, deyərsiniz ki, müəllim, bunu yenə də qeyd etdiniz. Yadınızda saxlayın ki, 2019-cu ildə situativ tapşırıqlar ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən şagirdlərə təqdim olunan zaman qəbul imtahanlarında ümumdaxili və ümummilli məhsul məsələsinin, yəni situasiyaya qoyulmuş məsələnin həlli ilə gətirildi və bu da o demək deyil ki, üzərindən bir neçə il keçdikdən sonra 2000 deməli 25-ci ildə biz bu məsələ nümunəsi ilə qarşılaşa bilmərik situasiyada, yəni təkrarla gətirilə bilər. Buna da təkrarlamağınızda, diqqət yetirməyinizdə fayda var. Sonda qeyd etmişəm ki, bu tip çalışmalar hər zaman inteqrasiya edilmiş şəkildə olmasına üstünlük verilir. Bildiyiniz kimi digər fənlərdə bu cür tapşırıqlar daha çox dünya görüşünə və şagirdlərin ümumi biliklərinə əsaslanaraq hazırlanır. Amma bizim fən ümumiyyətcə elə dünyanın özündən bəhs etdiyi üçün, yəni dünyanın özü öyrənildiyi üçün, yer kürəsinin özü öyrənildiyi üçün burada daha çox bizdə yəni əlaqəli şəkildə verilir. Fənin içərisində, yəni fən daxili inteqrasiyadan geniş şəkildə istifadə edilərək məsələlər salınır. Ümumi şəkildə bu günlərim çalışdım ki, sizə qəbula 15 günlük bir qısa müddət qalmış zamanda, yəni bir çoxları üçün kömək olacaq, dəstək olacaq bir video hazırlayım və bu video ilə sizin ağlınızda olan o suallara cavab vermiş olum. Yəni adını çəkdiyim, qeyd etdiyim bu mövzulara diqqət etsəz, ətraflı şəkildə baxsaz, diqqətlə yanaşsaz, mütləq şəkildə, yəni ən az yəni 15-ə qədər coğrafiya fənnindən doğru yazmaq ehtimalınız var və hətta daha çox yazmaq ehtimalınız var. Sırf bu mövzulara diqqət etməlisiniz. Bu mövzulara diqqət etməklə siz nəticənizi olduqca yüksəldə bilərsiniz. Bu qısa müddət ərzində ancaq bu mövzulara diqqət edib dediyim bu bölmədən olan suallara, adını çəkdiyim məsələlərə, eyni zamanda situativ tapşırıqlar kimi bu məsələlərə diqqət yetirməyinizdə fayda vardır. Məni izlədiyiniz üçün, diqqətiniz üçün sizə çox təşəkkür edirəm. Növbəti bir də onu qeyd edim ki, videonun sonunda bizim bu tip sınaqların, tapşırıqların və qeydlərin paylaşıldığı WhatsApp qrupumuz var. WhatsApp qrupunun linkini videonun aşağı hissəsində sizin üçün qeyd edəcəm. İstəyənlər oradan keçib ödənişsiz dərslər və sınaqlardan yararlana bilərlər. Bu az qalmış müddətdə, yəni bununla sizə kömək olmağa çalışıram və siz də mənim bu köməyimdən yararlana bilərsiniz. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Bacardığınız qədər bu videonu çox paylaşın ki, daha çox sinif yoldaşlarınız, yaxınlarınız, dostlarınız, əzizləriniz bu videodan faydalansın və coğrafiya fənnindən daha yüksək nəticə əldə etmiş olsun. Sağ olun, gələn görüşlərə dək.